Azərbaycanın mümkün İran-İsrail müharibəsində İsrailə dəstək verib-verməyəcəyi məsələsi mürəkkəbdir. Bu senari reallaşacağı halda ciddi geosiyasi və diplomatik nəticələrə səbəb ola bilər. Azərbaycan xarici siyasətində uzun illərdən bəri balanslı və praqmatik bir mövqe tutmağa çalışır. İran və İsrail arasındakı potensial qarşıdurmada Azərbaycanın açıq şəkildə İsrailə hərbi dəstək verməsi ehtimalı çox azdır. Çünki Azərbaycan regionda sabitliyi qorumaqda maraqlıdır və müharibə vəziyyətində qonşu İranla açıq konfliktə girmək Azərbaycan üçün təhlükəli nəticələrə səbəb ola bilər. Digər tərəfdən Azərbaycanın İsraillə enerji və müdafiə sahəsində strateji tərəfdaşlığı var. Bu münasibətlər çərçivəsində Azərbaycan İsrailə dolayısıyla dəstək göstərə bilər, lakin açıq hərbi dəstək çox aşağı ehtimaldır. Azərbaycan daha çox diplomatik və humanitar kanallarla prosesə müdaxilə edə bilər. Rəsmi Bakı regionda baş verə biləcək hər hansı bir hərbi qarşıdurmada tərəfsiz qalmağa və müharibənin diplomatik həll yollarını tapmaq üçün vasitəçilik etməyə çalışacaq. Azərbaycanın İsraillə münasibətləri həmişə Tehran tərəfindən diqqətlə izlənilir və açıq hərbi dəstək İranla münasibətlərin tamamilə pozulmasına gətirib çıxara bilər. Bu baxımdan Azərbaycan mümkün qarşıdurmada maksimum dərəcədə neytral qalmağa üstünlük verəcək və prosesə vasitəçilik etmək yolu ilə qoşulacaq.